Müəllimlərin əmək haqqısının dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcəyi ilə bağlı məsələ müzakirə mövzusu olub. Təhsil zamanı Oxu Aza istinadən xəbər verir ki, bu fikir Milli Məclisin son iclasında ümumi təhsil haqqında qanuna təklif edilən dəyişikliyi müzakirəsi zamanı Elm və Təhsil Nazirinin müavini İdris İsayevin çıxışında yer alıb. Nazir müavini bildirib ki, sertifikasiya prosesi bitəndən sonra növbəti mərhələlərdə müəllimlərin əmək haqqlarının artırılmasının digər yolları düşünülür. Müzakirə iştirakçılarını maraqlandıran əsas suallar müəllimlərin əmək haqqısının artırılmasında hansı yeniliklərin və iş rejimində hansı dəyişikliklərin edilə biləcəyi ilə bağlı olub. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu Azın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əmək haqqı sistemində yeniliklərin tətbiqi hazırda müzakirə mərhələsindədir. Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsi tam yekunlaşdıqdan sonra bu barədə təkliflər təqdim ediləcək deyə məlumatda bildirilib. Qeyd edək ki, müəllimlərin sertifikasiyadan keçirilməsi hər 5 ildən bir həyata keçirilir. Sertifikasiyanın ilk mərhələsi ilk 5 il isə 2026-cı ildə başa çatacaq.